Herkese salam. Bugün sizinle birlikte kimya dersi 7. sınıftan eksotermik ve endotermik reaksiyaların izahını edeceğim. Buradan başlayalım. Avtomobiller yanacaq hesabına hərəkət edir. İnsanların fəaliyyəti üçün qidaya ehtiyac vardır. Sonra deyək ki, avtomobillerin hərəkəti üçün yanacağın rolu nədən ibarətdir? Yanacağın rolu odur ki, avtomobiller bu yanacaq sayəsində hərəkət edə bilir. Qida maddələri bizim fəaliyyətimizi necə təmin edir? Enerji vasitəsilə təmin edir. Yəni biz qida maddələri yeməsək, yemək yeməsək, bu zaman enerjimiz olmaz. Yəni fəaliyyətimiz pis olar da. Reaksiyalar zamanı istiliyin ayrılması və udulması müşahidə olunur. Məsələn, məişətdə istifadə etdiyimiz təbii qazın yanmasından ayrılan istilik hesabına yemək pişirilir, su qaynadılır. Sonra məsələn, avtomobillərdə yanacağın yanmasından ayrılan istilik mexaniki enerjiyə çevrilir, avtomobillər hərəkət edir. Bir də aiddir buna fotosintez, bura çox da lazım deyil. Məsələn, fotosintez zamanı, reaksiyası zamanı günəş enerjisi udulur və enerji əmələ gələn qida məddələrində toplanır. Fəaliyyətimiz zamanı qida maddələri parçalanır və istilik ayrılır. Burada görürük ki, istilik ayrılır, istilik, məsələn, günəş enerjisi udulur deyib, istilik udulur, kimi sözlər işlənir. Bunların hamısının da o səhifədə izahı var. Deməli, burada bizə deyir ki, kimyəvi reaksiya zamanı udulan istilik və ayrılan istilik G hərfi ilə işarə olunur və əsasən kilokal ilə ölçülür. İstiliyin ayrılması və udulmasına görə, dediyim kimi, reaksiyalar eksotermik reaksiyalar və endotermik reaksiyalar olmaqla iki yerə bölünür. Burada da bizə deyir ki, kimyəvi reaksiya iki yerə bölünür. Eksotermik reaksiyada istiliyin ayrılması baş verir. Endotermik reaksiyada istiliyin udulması şəkildə də göstərilir. Sonra deyir ki, reaksiyaları söz tənliyi şəklində ifadə etdikdə bu söz tənliyi necə deyim, çox düşdü. Bu iki mövzuda ki, söz tənliyindən söhbət gedir. Ona görə məncə keçə qeyd düşə bilər, yəni yaxşı bilməliyik. Deyir ki, reaksiyalar söz tənliyi şəklində ifadə etdikdə ayrılan istilik müsbət G, udulan istilik isə mənfi G hərfi ilə işarələnir. Azot və hidrogendən ammonyakın alınması reaksiyası istiliyin ayrılması baş verir. Burada da məsələn azot və hidrogen üstə gəlsin, ammonyak, burada istiliyin ayrılması dedik ki, müsbət. Üstün müsbət. Sonra azot və oksigendən azot monoksidinin alınması isə istiliyin udulması ilə gedir. Burada da ki, bunları azot üstə gəlsin, oksigen, azot monoksid udulması dediyi üçün mənfi G. Sonra öyrəndiklərinizi tətbiq edin. Gündəlik həyatınızda istiliyin ayrılması ilə müşahidə olunan hadisələrə misallar göstərin. Məsələn, dedik ki, təbii qazın yanması, avtomobillərdəki yanacağın yanmasındakı istiliyin ayrılması bunlara aiddir. Fotosintez reaksiyası və glikozanın canlı orqanizmlərdə çevrilməsinin eksotermik yoxsa endotermik reaksiyalara aid olduğunu müəyyən edin. Tapşırıq 2-dir bu. Deməli, fotosintez reaksiyası bildir ki, günəş udulur, istilik udulduğu üçün də ki, endotermikə aiddir. Burada glikozadakı iş dəftərində verilmişdi. İstəsəz oradan baxa bilərsiniz. Onun da izahını hesabımda paylaşmışam. Bu zaman eksotermik reaksiya baş verir. Sonra öyrəndiklərinizi tətbiq edin. Eksotermik və endotermik reaksiyalar bir-birindən nə ilə fərqlənir? Dedik ki, eksotermik reaksiyada istiliyin ayrılması, endotermik reaksiyada istiliyin udulması baş verir. Sonra məsələn, ayrılan istilik müsbət G, udulan istilik isə mənfi G hərfi ilə işarə edilir. Eksotermikdə müsbət G, endotermikdə isə mənfi G. Sonra metanın yanma reaksiyasında istilik effektini nəzərə alaraq reaksiyanın söz tənliyini yazın. Bizdə söz dediyi üçün mən burada elementlərlə yazmadım. Əgər sizdə müəlliminiz elə istəyirsə yorumlarda yazaram. Metan üstə gəlsin oksigen, karbon üstə gəlsin su, üstə gəlsin istilik. Burada müsbət G olur. Yəni beləncə idi. Əmin edirəm ki, izah edə bildim hər şey. Gələn dərslərdə görüşərik. Sağ olun.